Bağışlayan və mehriban uca Allahın adı ilə. Quranda elmi ayələr mövzusu ilə yenə siz əzizlərin xidmətinizdəyik. Quran-ı Kərimdə Vaqia surəsinin 75 və 76-cı ayələrində uca Yaradanımız belə buyurur. Fələ uqsimu biməvaqi'in nucum. And olsun ulduzların yerlərinə və innəhu ləqasamun ləv ta'lamun azim. Əgər siz anlasınız, bilərsiniz ki, bu necə böyük bir anddır. Allah nə üçün ulduzların yerlərindən və and içərək qeyd edir və sonda da bizlərə istəyir xatırlada ki, bu böyük bir anddır. Astronomların nəzərlərinə baxanda biz görürük ki, dünyada nə qədər qalaktikalar, nə qədər milyardlarla ulduz hələ bizə məlum olan. Ulduzların bəziləri adi gözlə görülür, bəziləri teleskopların vasitəsilə görülür, bəziləri teleskopların vasitəsilə də belə görünə bilmir. Ulduzların hər birinin sferası var, yəni hərəkət sahəsi var, hərəkət yolları var ki, Quran-ı Kərim bu surədə, Vaqia surəsində bu hərəkət sahəsində, bu sferadan and içir. Və uca Yaradanımız buyurur ki, bunların hər birinin özünün yeri var. Alimlər qeyd edirlər, alimlər sübuta yetiriblər ki, bunların bu hərəkət zonalarında, bu milyardlarla ulduz ki, bizə məlum olan ulduzdur, bizim galaktikamıza yaxın bizim görə bildiyimiz ulduzlardır. Bunların hər birinin özünün öz hərəkət yolları var və bunlar heç biri bir-birinin yoluna keçmir və cazibə qanunu əsasında bunların hər biri öz yolunda hərəkət edir. Və uca Yaradanımız bizlərə istəyir xatırlada ki, sizin bu görə bildiyiniz bu ulduzlar və bu görə bilmədiyi ulduzlar ki, milyardlarla ulduzlardır və galaktikalardır. Bunların hər birində ulduzlar var və bu hərəkətləri siz anlaya bilirsiniz, bilərsiniz ki, mənim nə boyda bir anddan danışıram və insanlar üçün maraqlı ola bilər ki, necə olur bu milyardlarla ulduzlar eyni hərəkətdə hərəkət edirlər bir-birləri ilə, toqquşmurlar. Bu uca Yaradanın nizam və intizamıdır. İnsanlar anlasalar, bilərlər ki, uca Yaradanımız necə bir anddan danışır.